Salam Hüseyn Cavidin ana faciəsinə baxırıq hal-hazırda. Deməli, ümumiyyətlə bilirik ki, əsərin növü dramatik növdə yazılıbdır. Janrı isə faciədir. Mövzu baxımından mövzusunu qeyd edə bilərik ki, ananın mənəvi ucalığı, ideyasına isə bəşəriyyəti sülhə səsləmək deyə bilərik. Ümumiyyətlə, ana faciəsi ədəbiyyatımızda ilk dəfə yazılan mənzum faciə hesab olunur. 1910-cu ildə yazılmışdı və elə Cavidin də ilk dram əsəri sayılır. Deməli, ana faciəsində Səlma ana deməli, öz müsbət xüsusiyyətləri ilə fərqlənir. Onda bir Azərbaycanlı qadına məxsus olan bütün müsbət xüsusiyyətləri görə bilərik. Qonaqpərvərliyi, mərdliyi, məğrurluğu onu müsbət obraz kimi səciyyələndirməyə imkan verir. İndi gəlin ümumiyyətlə əsərin təhlilinə baxaq. Daha doğrusu məzmununa baxaq. Deməli, ilk öncə əsərdəki obrazlara baxaq. Deməli, Səlma anadır, Qanpolad onun oğludur, İsmət Qanpoladın nişanlısıdır, Səlim İsmətin qardaşıdır, gənc bir ləzgi Səlimin arkadaşıdır. Orxan İsmətə vurulmuş bir dəliqanlıdır. Yəni Orxan da İsməti sevirdi. Daha sonra İzzət Murad. Deməli, remarka hissəsinə baxaq. Yazılıb ki, səhnə Dağıstanda otlu ağaclı küçük bir bağçada ərz edər. Bağçanın ucunda sadə və fəqiranə bir evciyəz görünür. Uzaqda lətif, rəngarəng buludlar, yüksək məvavi dağlar nəzərə çarpır. Ümumiyyətlə, mövzusu Dağıstan həyatından alınmışdı faciənin. Daha sonra indi baxaq görək nələr baş verir. Səlma qapı önündə oturub pek düşüncəli görünür. 2 dəqiqə sonra qalxıb üzünü göy səmtinə tutar. Sinirli və həyəcanlı bir səslə: "Ey mərhəmətkanı, ey ulu tanrı, ey yerlərin, göylərin hökmdarı, inayət qıl, yox başqa bir havadar. Yalnız varım yoxum tək bir oğlum var. Ah Qanpolad, nuri didəm evladım. 3 ay var ki məktubunu almadım. 3 ay var ki taqət qalmamış bəndə. Gözüm yollarda, intizar içində. Hər gecə gördüyüm qanlı rüyalar göstərir ki, qorğulu bir xəbər var. Bir yıldan fəzlədir hər ay hər 15 məktub yollardım, eylərdi sipariş. Niçin o şimdi olsun böyle qafil? Hayır, hayır, oğlum vəfasız deyil. Lakin bəni məhv edər bu intizar. Gündən günə qəlbimdə şübhə artar. İsmətin gəldiyinə diqqət edərək, ah gəliyor İsmət, nasıl da məhcub. Qız deyil, bir mələkdir. Deməli, burada nələrə diqqət eləyək? İlk öncə bu Allaha yalvarış məzmun hissəsinə baxaq ki, biz bunu iblisdə deməli mələyin simasında da görürük. Onda da Allaha yalvarış, ondan kömək istəmə hissəsi var. Daha sonra burada başqa nələri yadınızda saxlayın. Deyir ki, 3 ay var ki məktubunu almadım. Deməli, ümumiyyətlə Qanpolad 1 ildir gedibdi. Amma məktub yollayırmış. Amma artıq 3 aydır ki, ümumiyyətlə məktub da yollamayıbdı və ona görə ananın gözləri yollarda qalıbdı. İntizar içərisində keçirir günlərini. Bir an içərisində bir hiss gələr ki, oğlu vəfasızdırmı, yoxsa vəfasız deyilmi? Belə suallar içərisində qalır. Lakin sonra qətiyyətli şəkildə deyir ki, yo, oğlum vəfasız deyil. Lakin deyir, məni məhv eləyən bu intizardır. Gündə qəlbimdən şübhələr artır. Sonra bir də burada, deməli görürsünüz, burada deyir ki, ana deyir ki, yuxular görür. Deməli, bu hissəsində. Deyir ki, hər gecə gördüyüm qanlı rüyalar. Ümumiyyətlə, ədəbiyyatımızda yuxu görən obrazlar siz əvvəlcədən də deməli, Salur Qazanın evini yağmalandığı boyunda görmüşsünüz. Orada Qazan xanla Qaraca çoban da yuxu görmüşdü. O hissələrdə də var, oxşarlıq kimi yadınızda saxlaya bilərsiniz. Sonra İsmətə baxırıq. İsmət də bilirsiniz ki, Qanpoladın nişanlısıdır. İsmət, işdə məktub. Səlma, kimdən quzum? İsmət, Qanpoladdan. Səlma, kim verdi? İsmət, qonşumuz Qorxmaz oğlu Müslüm verdi. Deməli, məktubu kim gətirir? İsmət, məktubu bəs yaxşı kim veribdi? Ümumiyyətlə, İsmətə kim veribdi? Qorxmaz oğlu Müslüm veribdi ki, bu da onların qonşularıdır. Səlma, nasıl Qanpoladım? İsmət, şükür, sapsağlam. Səlma, gəlmiyor mu?
İsmət, məktubda yazmış tamam. Səlma, ah gözəl İsmətim, otur evdəsən, biraz tək başına, çalğı çal, əylən. Ben de şimdi məktubda hər nə varsa oxutdurub tez gəlirəm. İndi siz burada bir məqamı sizin diqqətinizə çatdırım ki, Səlma ana əslində təhsilli bir qadın deyil, amma daxili baxımdan yüksək keyfiyyətlərə malik bir qadındır. Bunu da kimlə məsələn biz uyğunlaşdıra bilərik? Elə Ana-bacı əsərində ana-bacı ilə. O da yəni savadsız bir qadın olsa da daxili baxımdan yüksək mənəvi keyfiyyətlərə malik bir qadın idi. İsmət, pek əla, Səlma gedər. İsmət kəndi kəndinə, of Qanpolat, kim bilir şimdi nerede? Ben burada yalnız o qürbət ellərdə. Bir yıl əvvəl nişanlandım ben ona. Deməli, İsmətlə Qanpolat neçə ildir nişanlıdır? Bir ildir. Ümumiyyətlə Qanpolat bir ildir gedibdi, amma məktub yolluyurmuş, amma 3 aydır ki, ümumiyyətlə Qanpolatda xəbər yox imiş. Talih o gündən düşmən olmuş bana. Artıq onsuz hər şey gözümdə məhsun. Bir an həyatımdan olmadım məmnun. Qapıyı açıb içəri girər, biraz sonra Orxan ilə İzzət bir tərəfdən çıxar. Orxan, İzzət, İzzət, sən bir tərəfdə bəklə, sakın İsmət səni görməsin hələ. İzzət, kim bilir, bəlkə heç o yoxdur evdə. Orxan, işte qarmon səsi, odur əlbəttə, odur o. Bax nasıl ruhlu bir çalğı. İzzət, evet, məhsun gönül, məhsun musiqi. Deməli bu Orxanı deməli Orxanı kimlə biz uyğunlaşdıra bilərik? Müsbət Fəxrəddin əsərində Cahangir, yəqin ki, xatırlayırsınız. Onunla uyğunlaşdıra bilərik. Məsələn, İzzəti də Cahangirin dostları var idi, Fərhad, Məhərrəm. Onlarla belə əlaqəli şəkildə yadınıza saxlaya bilərsiniz. Orxan, ah qız, nə qız, sultanlara layiqdir. Fəqət zalım Qanpolada aşiqdir. Hər gün xəbər tutar gedib gələndən. Onun adı bir an düşməz dilindən. Zavallı kəndi hüsnündən xəbərsiz. Bilmiyor ki, eşqindən divanəyiz biz. Baxın, orada Cahangir məsələn Səadəti sevirdi, amma Səadət Cahangirə könülü yox idi. Elə burada da Orxan İsmətə aşiqdir. Lakin İsmət Qanpolada aşiqdir. Bilmem ona nasıl dərd anlatmalı, yalnız yalvarmalı ya qorxutmalı. Deməli, iki yolun olduğunu düşünür. Deyir, ya yalvarmalıyam ya da qorxutmalıyam. Kendisi argasız yoksuldur gerçi, lakin o qızda bir böyüklük var ki, hər zaman rast gəlsəm, ruhum sarsılır. Dilim söyləməkdən aciz qalır. Daha sonra İzzət, Orxan, sən bir igidsən, düşün biraz. Billah bu hal sana əsla yaraşmaz. Deməli, İzzət Orxanı igid adlandırır. Orxan, peki ne yapmak gerek? İzzət, bırak varsın, kız kendisi gelsin sənə yalvarsın. Orxan, hayır bu iş mümkün değildir, haşa. Ben dərdimi açıb da başdan başa, eşqimi söylərim, riza göstərsə xoşbəxt olur. Büsbütün rədd edərsə? Orxan, qəm yemə, Orxan pek də aciz deyil. Haydi İzzət. Sustu qarmon, sən çəkil. Deməli, qarmonu da çalan kim idi? İsmət idi. Orxan gayet hiddətli. İnan ki, alt üst eylərim aləmi. İsmət. İsmət Orxanı rədd edər, öyləmi? Allah şahid bana, olmazsa dəmsaz, bu torpaqda ondan bir izdə qalmaz. Yaşar dağlar başında qartal gibi, qoşar səhralarda bir maral gibi, bəndən başqa bulunmaz bir ənisi. Bu sırada İsmət dışarı çıxar. Orxan, aman nə yosma qız. İzzət, ah, çəkil, çəkil. Orxan kəndi kəndinə, yazıq əsla, qızın könlü şad deyil. Allah Allah, həm dalğın, həm də məsun. Bir baxışda eylər insanı məcnun. Aman, ya Rəbb, İsmət, İsmət. İsmət Orxanı görüncə heyrətlə, ah Orxan, Orxan, nə var, nə yox. İsmət, çox şükür, Qanpoladdan bugün bir məktub gəldi. Orxan, nerede Səlma? Burada bir indi məqam var ki, məsələn, Cahangir əvvəlcədən Səadətə dərdimi demişdi. Bilirdi ki, Səadətin ona könlü yoxdur da. Amma məsələn, Orxan heç yəni İsmətə nə özü deməmişdi, ümumiyyətlə nə xəbər yollamamışdı. Yəni İsmət bilmirdi Orxanın ona aşiq olduğunu. Orxan, nerede Səlma? Qonşudadır, şimdi gəlir. Orxan,
Pek əla. Fəqət neçin? İsmət, getmiş mollayı bulsun, məktubu oxutsun, xatircəm olsun. Deməli, məktubu kim oxutduracaqdı? Səlma ana mollaya oxutduracaqdı. Orxan, peki evdə kim var? İsmət, kimsə yox. Orxan, İsmət, Allah əsirgəsin, nədir bu halət? Bətbəndizin solmuş, çöhrən dəyişmiş. Qolay sanma, deyil bu sadə bir iş. İsmət, evet doğru, fəqət məraq intizar, biraz sıkmış beni. Orxan, qərib halım var. Qampolat getsin qürbətdə sürünsün, sən burada ancaq sol, qayğı çək, düşün. İsmət, lakin təhəmmüldən başqa çarə nə? Orxan, yazıq İsmət, yazıq. Sənin üstünə benim kimi binlərcə aşık varkən, baxın burada ilk dəfə yəni ona aşık olduğunu qeyd edir. İsmət, ah sus Orxan, sus. Orxan, Allahını sevərsən. Söylədiyim sözlər yalanmı? Söylə. Söylə İsmət, yalanmı? Bir fikir elə. Bütün Dağıstanda var bir şöhrətim. Yüksək dağlarda böyükdür həşmətim. Hörmətim, izzətim, varım, sərvətim, nəslim, nəcabətim, gücüm, qüdrətim. Günəş kimi parlıyorkən fəqət mən, yalnız məftunam sana, ah yalnız sən. Burada Orxanın biraz özünə fikir versəz razılığı da görünür. Çünki özünün nələrə sahib olduğunu burada qeyd eləyir. Məsələn, deyək ki, Cahangirdə Müsbət Fəxrəddin əsərində Saadətin özü də imkanlı bir ailədən idi də. Amma burada İsmətin özü bir imkanlı ailədən deyil. İsmət, Orxan, yetər, yetər. Orxan, İsmət, bir düşün. Səndən başqa bir düşüncəm yox bugün. Bütün qızlar əsirkən eşqimə, mən sənin eşqindən batmışım qəmə. Səbrim tükənmiş, taqətim kəsilmiş, huşum, əqlim uçmuş, uyğum çəkilmiş. Səndə əsla mərhəmət yoxmu? İsmət, barmağındakı yüzüğünü göstərərək hiddətlə, Orxan, işte barmağımda gördüyün nişan Qampolatdan bir yadigardır bana. Ömrüm olduqca ben bağlıyam ona. Bir yüzükdənmi eylərsən ihtizar? Evet, İsmət, evet. Bu bir zəncir keç qırılmaz. Testlərdə bu məqam çox düşür. Bu bir zəncir keç qırılmaz deyir kimin dilindəndir? Diqqət edin, bu İsmətin dilindəndir. Orxan. İsmət, onun heç bir mənası yoxdur. Orxan isə yəni üzüyün heç bir mənası olmadığını qeyd eləyir. O bir boş xəyaldır. Səni qorğudur. Yüzük nişan yalnız gönüldür, gönül. Yəni Orxan fikirləşir ki, üzüyün heç bir mənası yoxdur da, əsas insanın könlüdür. Olma çocuq, sən gəl bana ver könül. Yarın atlanıb bu köydən çıxalım. Yigit kimsə qarşı çıxsın bakalım. Yəni ona təklif eləyir ki, çıxaq gedək bu kənddən. Allah Allah, yenə çatıldı qaşlar. Dəhşət verir qartalvari baxışlar İsmətə. Söylə, fikrin nədir? Cavab ver İsmət. İsmət usanmış və sinirli bir halda artıq yetər Allah. İçin çəkil get. Hürmətin, izzətin, varın, şöhrətin, nəslin, nəcabətin, gücün, qüdrətin hepsi sənin olsun, get. Çəkil get Orxan. Yəni Orxanın bütün bu təkliflərini rədd edir ki, yəni sənin malın, varın, dövlətin mənə lazım deyil onsuz da. Mən ayrılmam o yoxsul Qampolatdan. Deməli Qampolat da yoxsuldur, eyni zamanda İsmət də yoxsuldur. Bütün dünya alt-üst olub dağılsa, ondan başqa sevdiyim yoxdur əsla. Orxan, İsmət, artıq mənim təhəmmülüm yox. Sən gəl bu işdə pek inat etmə çox. İnan, gözəl səmər verməz bu inat. Nə sən sağ qalarsan, nə də Qampolat. Burada təhdid eləyir ki, nə sən sağ qalarsan, nə də Qampolat. Məsələn, Cahangir Saadəti öldürmək kimi bir niyyəti yox idi. Onun deyək ki, onlar planlaşdırırlar ki, Fəxrəddini aradan götürsün. Amma burada Qampolat eyni zamanda İsmət də təhdid eləyir ki, nə sən sağ qalarsan, nə də Qampolat.